Kursa başlamazdan öncə biz ən vacib suala cavab tapmalıyıq. Power BI nədir? Power BI məlumatları analiz etməyə, vizuallaşdırmağa və paylaşmağa şərait yaradan bir iş zəkası, yəni Business Intelligence alətidir. Power BI məlumat mənbələrinə asanlıqla qoşulmaq, önəmli məqamları görüntüləmək və kəşf etmək, həmçinin bunu istədiyiniz hər kəslə və ya müəyyən kəslərlə bölüşmək imkanı verir. Bu açıqlama əslində Power BI-nin kifayət qədər güclü bir vasitə olduğunu göstərən bir açıqlamadır. Lakin onu bir qədər də sadələşdirə bilərik. Belə ki, Power BI məlumatları analiz etməyə, vizuallaşdırmağa və interaktiv hesabatlar yaratmağa imkan verən bir iş zəkası alətidir. Power BI ilə işləmək üçün əvvəlcədən təcrübəyə demək olar ki, ehtiyacınız yoxdur. Təbii ki, bütün kurs boyunca onun bütün üstünlüklərindən yararlanacaq. Lakin ilk növbədə biz onun təməl anlayışlarını başa düşməliyik. Bunun üçün Power BI-nin 3 əsas sahəsinə nəzər salaq. Bunlara datanın hazırlanması və analizi, datanın vizuallaşdırılması, hesabatların paylaşılması aiddir. İlk əsas sahə məhz məlumatların və ya dataların hazırlanması və analizi olacaqdır. Məlumatların hazırlanması Power BI-nin fərqli mənbələrə bağlanması və bu xam data üzərində çalışması deməkdir. Əməliyyatlar buna misal ola bilər. Məlumatların hazırlanmasının əsas məqsədi analizə aparmaq üçün istifadə edə biləcəyimiz hazır məlumatlara sahib olmalıdır. Power BI-də məlumat analizi daha çox hesablamalarla bağlıdır. Təlim müddətində ona da ayrıca toxunacaq. Vizuallaşdırma ilə davam edək. Power BI-də bir çox fərqli vizualizasiya növləri yarada bilərik. Bunlara xətti qrafiklər, sütun qrafikləri, daha da inkişaf etmiş xəritələr və digər növlər aiddir. Beləliklə, iki əsas sahə ilə tanış olduqdan sonra hesabatların paylaşılmasına toxunaq. Power BI-də tək başına çalışmaqla bərabər qrup şəklində də çalışmaq mümkündür. Beləliklə, bir neçə şəxslə çalışaraq nəticələrinizi şirkət daxili və ya xaricində bölüşə bilərsiniz. Məhz bu, əməkdaşlıq və paylaşım hesab edilir. Bu saydıqlarım Power BI-yi belə güclü bir iş zəkası aləti edən 3 əsas sahədir. Yaxşı, bəs Power BI bunları necə edir? Bu hədəflərə çatmaq üçün hansı vasitələr lazımdır? Bəli, bu suallar bizi Power BI-nin əsas komponentlərinə gətirib çıxaracaqdır. Power BI-nin əsas komponentləri gördüyünüz kimi Power BI servis və Power BI mobil daxildir. İlk növbədə Power BI desktop ilə başlayaq. O, Power BI desktop yerli tətbiq hesab edilir. Pulsuz yükləyə bilirik, lakin ancaq Windows əməliyyat sistemini dəstəkləyir. Power BI desktop olduqca güclü bir vasitə hesab edilir. Onunla biz datasetlər üzərində çalışa bilirik. Məhz bu, bayaq toxunduğumuz məlumatların hazırlanması prosesidir. Yəni, məlumat mənbələrinə qoşulub, məlumatlar üzərində müxtəlif işlər görürük. Digər tərəfdən Power BI desktopda vizualizasiyalar da yarada bilərsiniz. Müxtəlif qrafiklər, xəritələr bunun üçün sizə yardım edəcəkdir. Vizualizasiyaları strukturlaşdırmaq üçün məhz hesabat xüsusiyyəti yaradılmış oldu. Hesabatlar sizə vizualizasiyaları müxtəlif səhifələrdə təşkil etməyə imkan yaradır. Müxtəlif fərqli səhifələr bir hesabatda ümumiləşdirilir. Qısacası, Power BI desktop bunlardan ibarətdir. Göründüyü kimi çox güclü bir vasitədir. Biz tək çalışdığımız zaman desktop tam olaraq işimizə yarayacaqdır. Lakin bir şirkətdə çalışdıqda artıq qrup şəklində işləyə bilərik. Məhz buna görə də biz ikinci komponentə, yəni Power BI servisə nəzər salmalı oluruq. Power BI servis bir bulut tətbiqidir. Yəni burada bir Power BI hesabına ehtiyacımız olacaqdır. O Windows-da məhdudlaşmır. Yəni web sayta daxil olmaq üçün yalnız brauzerə ehtiyacımız olacaqdır. Power BI servisdə nə edə bilərik? Power BI servis datasetlər üzərində işləmək üçün bir vasitə hesab edilmir. Burada bizim desktopda olduğu kimi məlumat hazırlama və analiz imkanı yoxumuzdur. Düzdür, onunla da vizualizasiya və hesabatlar yaratmaq mümkündür. Buna görə də biz hesabatları kurs boyu desktopda yaradacağıq. Power BI servisinin əsas xüsusiyyətlərindən biri məhz dashboardlardır. Dashboardlar hesabatdakı ən vacib məqamları göstərən tək səhifələr hesab edilir. Dashboard üzərində hesabatlara da daxil ola bilərik. Power BI servisinin digər bir güclü tərəfi məhz əməkdaşlıq və nəticələrin paylaşılması ilə bağlıdır. Şirkət daxilində və xaricində nəticələri paylaşmaq üçün əvəzolunmaz bir vasitədir. Power BI mobilə gəldikdə isə, onun vasitəsilə biz məlumatları, dashboardlar və hesabatları hər yerdən əldə etməyə imkan tapırıq.
O bir mobil tətbiqdir və Apple cihazı və Google Play-dən də yükləyə bilərik. Yuxarıda sadalananlar Power BI-in 3 əsas komponentidir. Nəzəri hissəyə toxunmuş olduq. Kurs boyu bu vasitələrə daha geniş nəzər salmış olacaq. Növbəti dərsdə görüşənədək.